rəhbərlik və imamət məqamı bir toplumun, cəmiyyətin əsas üstünlük və dəyərini ifadə edir. Çünki cəmiyyəti doğru yola və yaxud azğınlığa tərəf çəkən, dəvət edən əsas rəhbərlərdir. İmamət və rəhbərlik məqamı həssas bir mövzu olduğu üçün Qur'an-ı Kərim iki formada buna yaxınlaşıb. Bir dəfə zalım rəhbəri görsədib, bir dəfə hidayət edici rəhbəri görsədib. Ənbiya surəsinin 73-cü ayəsində Allah hidayət imamları barəsində belə deyir. وَجَعَلْنَاهُمْ عَيِّمَّةً يَحْدُونَ بِأَمْرِنَا Biz onları bizim əmrimizə hidayət edən imamlar qərar verdik. وَأَوْحَيْنَا إِلَيْهِمْ فَعْلَ الْخَيْرَاتِ Biz onlara xeyir işləri ilham etdik. Onlar nə iş görürlər? Yəni Allah tərəfindən seçildikdən sonra və onlara xeyir işlər ilham olandan sonra bunların vəzifəsi nədir? وَإِقَامَ-السَّلَى وَإِيتَاءَ-الزَّكَاةِ Bunlar namazı bərpa edər, zəkatı bərpa edər və kanu lana abidin və onlar bizim həqiqi bəndələrimizdir. Bizi həqiqətən də ibadət edən kəslərdir. Baxın, Qur'an-ı Kərim burada hər hansı bir şəxsdən danışmadı. Üstün, hidayət edici imamın xüsusiyyətindən danışdı. Dedi ki, bəli, bəzən cəmiyyətdə bu formada imamlar mövcuddur. Bəzən isə bunun əksi zəlalət imamlarından danışır Allah Teala. Qəsəs surəsinin 41-ci ayəsində Allah buyurur ki: "Və cəalnahum əimmətən yəd'un ilən-nar." Biz onları cəhənnəmə çağıran rəhbərlər, imamlar etdik. Cəhənnəmə çağırarlar deyərkən, yəni cəhənnəm atəşinə səbəb olan işləri cəmiyyətdə rəvac verərlər. Yəni onlar birbaşa insanları heç vaxt səsləməzlər ki, insanlar gəlin cəhənnəmizi çağırıram. Yox, cəmiyyətdə elə bir iş görər, elə bir məsələləri rəvac edər, təbliğ edər, cəmiyyət o işlərə mürtəkib olmaqla cəhənnəmə düşər. Məsələn, bir cəmiyyətdə şərabxorluğu və sair fitnə fəsad yerlərini, rüşvəti, ribanı yayan bir rəhbər, yəni həmən toplumu, həmən cəmiyyəti cəhənnəmə tərəf çağırır.